Sənə ant verirəm Allaha. Sən o Nəsimi balanın canına. Bu müğənniləri bir-birinə az qırdırın. Elə bir də uşaqlıq şəkli. Musiqiçiləri bir-birinə az qırdırın. O günləri mən bir toy sahibi zəng vurdu. Bir müğənninin adını çəkdi. Götdüm o müğənnini yığdım. O müğənni dedi ki, o müğənnini oradatsam oraya gəlmirəm. Bu söz söhbəti qutarın. Kişinin oğlu Gül kimi mahnı oxudu. Onu soruşmadım. Musiqi nədir, necədir? Ondan danışmadım. Çünki mən bildiyimə görə Hamısı aşıqdır. Hamısı xanəndədir. Deyil. Hamısı gözəl müğənnidir. Hamısı aşıq Hamı deyil. çörək qazanır. Qulaq assa sənin başına dönərəm. Qurban olaram. Nə dəxli var ki, o sazmen oldu, bu aşıq oldu. Ya Mən sən niyə xanəndə aşıq oldum, mən müğənni Sən oldum. niyə aşıq mübarizdən yola getmirsən? Mübariz mənim ürəyimdə, qarıbım bildik. Yox, Mən niyə- qardaş, niyə toy yola müğənnisiyəm. Qoy mən bayağı demirlər, bayağının yekəsil özüm mən. Qız cəhamata toyunu 5 Onda indi ifa eləyir bayağının yekəsi. Hə, nə olsun ki, Buyur, hava bayağını şov yekəsi, olacaq ki buyurun. orada. Gör mənə hay xanəndə kimi təqdim edim, nəyim dəyişir. Hay mən bayağı kimi təqdim edim, nəyim dəyişir. Hay mən şansonu hay kimi təqdim edim, nəyim dəyişir mənim. Elə həmin ki xanışam, həmin ki xanışım. Kardiolog gətirək atam. Mikail Bey, çox üzr istəyirəm. Bilirsən, hansı verilişi açırsan, hansı TikToka girirsən, o dedi ki, o Girmə maşın, TikToka. o maşın ucuzdur, bu deyir bu maşın, o deyir şokolatı mən yedim, bu deyir şəkərbarı mən yedim, o deyir heyvan mənimdir. Tanış, qoy bir dənə söz deyək, Mikail bizlə də. Bax, deyir, xəbər verin çapara, gəlib tufan qopara. Veriliş onda gözəl olur ki, o verilişi Mikail Gülətdin oğlu apara. Ha buyur. Onu bildi ki. Buyur. Gözəl xoş gəlmişsən. Sən lazım idi. Onu bildi. Yəni deməyim odur ki, Allah hamd olsun cəhamat da bezib. Valla beziblər bu qalma qaldan. Ha bu oxumaqla Niyə ağlayırsan? Ha bu sözdən söhbəti qutarın. Toxta,